İsa Peyğəmbər inşallah İmam Zaman əleyhissalamın zuhurunda enəcək, Allahın dərgahına ki qalxıb yerə enəcək və İmam Zaman əleyhissalamın vəziri olacaq, İmam Zaman əleyhissalama kömək eləyəcək və Dəccalın qətlində, o cümlədən də yer üzərində zalimlərin aradan aparıb ədalətli bir qanunlarla hökumət qurulmağında iştirak edəcək. Bəs Yəhudilər, Xristiyanlar İsa Peyğəmbərə baxıb, Məsihilər İsa Peyğəmbərin sözünə qulaq asıb, İmam Zaman əleyhissalama iman gətirəcəklər. Vuruşanlar da ki, İsa Peyğəmbər öz onlarına vuruşacaq. Məni qəbulləmirsiniz, Peyğəmbəriz deyiləm. Haqq olan bu kişidir. Amma Yəhudilərin arasında isə ən tanınmış Peyğəmbər olan Musa Peyğəmbərin əleyhissalam canişini olan Yuşə ibn Nun gələcək inşallah. Bir daha deyirəm, buna rəcət deyilir. Ölənlərin qayıtmağı, Quranda bununla bağlı ayələrimiz var, xurafat danışmırıq. Allah Taala öləndən sonra Quranda deyir ki, mən bəziləri bu dünyaya qaytarmışam. İmam Zaman əleyhissalamın da dövründə o dünyadan qayıdan, rəcət edən və İmam Zaman əleyhissalama kömək eləyən Yəhudilərin yaxşı tanıdığı Musa Peyğəmbərin özündən sonra canişin qoyduğu, vəsiyyət elədiyi şəxs Yuşə ibn Nun olacaq. Qur'an-ı Kərimdə onun haqqında Allah Taala adını çəkməsə də təfsirlərə əsasən Musa Peyğəmbərin Xızır Peyğəmbərinin hadisəsini eşitmisiniz. Əleyhissalam gəmiyə minirlər, gəmini deşirlər. Sonra bir yeniyetmə uşağın qətli və divarın tikilməsi, qısa dedim, həmin o dastanda, hekayədə gələn bir şəxs ki var Musa Peyğəmbərin yanındadır. Xızır Peyğəmbərdən əlavə təfsirlərə əsasən o Yuşə ibn Nundur. Cavan oğlandır, Musa Peyğəmbərin köməkçisidir. Deyəcəyəm, onun gözəl xüsusiyyətləri var. Adı nədir? Adı Yuşə. Bizim kitablarda belə gəlir. Yəhudilərin kitablarında Əhd-i Ətiqdə müxtəlif formalarda adı qeyd olunmuşdur. Yəhuşu, Huşə yaxud da Yəhvə adı gəlmişdir. Mənasını onların kitabında çevirəndə Yəhudi dilindən nicat verən şəxsdir. O ki deyir, bütün dinlər deyir, dünya belə getməz. Dünyada bir kişi gələcək, nicat verəcək. Bizdə İmam Zaman əleyhissalamdır. Xristiyanlarda məsələdir, İsa Peyğəmbər gəlib nicat verəcək və Yəhudilərdə kimdir? Yuşədir. Həzrəti Musa Peyğəmbərin qövmündəndir, Bəni İsraildəndir. Nəsil baxımından Benyamin, Yusif Peyğəmbərin qardaşının, yaxud da ki, bəzi rəvayətlərdə var ki, elə Yusif Peyğəmbərin və anası Züleyxanın nəslindəndir. Musa Peyğəmbər özündən sonra onu canişin qoyub. Necə ki, Həzrət Əleyhisselamı canişin qoyub bizim Peyğəmbərimiz əleyhissalam, Yuşəni də Musa Peyğəmbər əleyhissalam özündən sonra insanlara rəhbər qoyub gedib. Və sonda da İmam Zaman əleyhissalamın zuhurunda qayıdacaq, İmam Zaman əleyhissalamın əshabından olacaq. İmamla bir yerdə dünyada ədalətin bərqərar olmasında böyük bir rol oynayacaq.